أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ومولانا حبيب قلوبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين، ولعنة الله على أعدائهم أجمعين. قال الله الحكيم في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. لكن الراسخون في العلم منهم والمؤمنون يؤمنون بما أنزل إليك وما أنزل من قبلك والمقيمين الصلاة ومؤتون الزكاة والمؤمنون بالله واليوم الآخر أولئك سنؤتيهم أجرا عظيما. صدق الله العلي العظيم. Allah-u Teala qalblərimizi Qur'an nuru ilə münəvvər eləsin inşallah və bizləri Qur'anla yaşadıb, Qur'anla bu dünyadan aparsın, Peyğəmbər Ali Peyğəmbərə salavat zikr eləyək. O cür ki qeyd elədi, bu günləri 3 münasibət var ki, onlar o münasibətlərə görə bu məclis təşkil olunubdur. Ki birincisi bizim 7-ci imamımız İmam Musa Kazım Aleyhisselamın şəhadəti münasibəti iləndir. Ki bir neçə gündən sonra qabaqdan gəlir. Və bir neçə gün bundan əvvəl Həzrəti Zeynəb Salamullah Aleyhanın vəfatı keçdi və onların yolun gedən rəhmətli Hüccətül-İslam və Müslimin Ağay Rəfiəddinin də bu günləri 7-si vəfatının 7-ci günü münasibəti ilə bu məclis təşkil olunubdur. Üzr istəyirik məclisdə olan alim ruhanilərdən ki, əmr elədilər biz bir neçə kəlmə danışaq və bu məsələlərə işarə eləyək inşallah. Əvvəldə münasib bildim ki, bir neçə kəlmə İmamımız İmam Musa Kazım Aleyhisselamın barəsində danışaq və sonra o biri münasibətlərə işarə eləyərik. İmam Kazım Aleyhisselam bizim 7-ci imamımızdır. İmam Sadiq Aleyhisselamın oğlu, 8-ci imamımız İmam Rıza Aleyhisselamın möhtərəm atasıdır. Və Həzrəti Məsumə Salamullah Aleyha da o həzrətin evladlarından biridir ki, qəbr-i mütəhhəri müqəddəs Qum şəhərindədir, ziyarətlərində olubsuz həm İmam Rıza Aleyhisselamın, Həzrəti Məsumə Salamullah Aleyhanın. Allah-u Teala bütün istəyənlərə qismət eləsin, gedənlərə də dubara qismət eləsin inşallah. Onların ziyarətlərin və şəfaətlərin Peyğəmbər Ali Peyğəmbərə bir salavat zikr eləyək. İmam Kazım Aleyhisselam 56 il təqribən ömür sürübdür ki, ömrünün çox hissəsini təqribən 35 ilin o cür ki yazırlar, imamət dövrü olubdur. Yəni o həzrət 35 il şiələrə imamət eləyib, dinin məsuliyyəti o həzrətin üstündə olubdur. Müsəlmanlara yol göstərmək, həqiqi Peyğəmbər dinini insanlara çatdırmaq məsuliyyəti o həzrətin öhdəsində olubdur. Məhdudiyyətlərə, sıxıntılara, zindanda dəfələrlə olmasına baxmayaraq, o həzrət
35 il bu yükü öz çiyinlərində daşıyıb və onların buyurduqları, hədisləri, qoyduğu din yolu elhamdülillah ki, bu günə qədər bizə də gəlib çatıb və bu günləri dünyanın hər yerində haqq yolun getmək istəyənlər onların və onun atalarının yolu ilə gedib Allaha tərəf yaxınlaşmaq istəyirlər. Həzrət yaşadığı dövrdə çoxlu sıxıntılarla üzbəüz olub, sıxıntılara məruz qalıbdı. Dəfələrlə Məhdi Əbbasi və Harun Rəşidin vaxtında dəfələrlə zindana məhkum olub, ömrünün bir hissəsini zindanda keçirdibdi ki, neçə dəfə zindanlarda olubdu. Məhdi Əbbasidən sonra Hadi Əbbasi də hətta onu zindana salmaq istirdi, fəx qiyamına görə. Hadi Əbbasi xəlifələrindən ən az xilafət eləyənlərdən biridir ki, təqribən 1 il xilafəti olubdu. Və onun vaxtında Ələvilərdən bir dəstəsi qiyam elədilər, Mədinəni ələ keçirdilər, fəx hadisəsi idi. Və oradan sonra Məkkəyə hücum elədilər ki, Məkkənin yaxınlığında, fəx bölgəsində Ələvilərlə Əbbasi qoşunları arasında müharibə oldu və bir çox Ələviləri orada qətliam elədilər, şəhadətə yetişdilər. Və bu hadisəni Hadi Əbbasi İmam Kazım əleyhissalamın təhriki ilə bilirdi. Ona belə məlumatlar çatdırırdılar ki, İmam Hadi əleyhissalam təhrik eləyibdi Ələviləri və onları qiyama sövq elətdiribdi. Və o da and içmişdi ki, mən onu sağ qoymaram və onu öldürəcəm ki, elhamdülillah bu şey ona nəsib olmadı və özü tez bir zamanda dünyadan getdi. Amma ondan qabaqki həm Məhdinin vaxtında və ondan sonra həm Harun Rəşidin vaxtında Həzrət dəfələrlə zindanda olubdu və o cür ki, bilirik, oxumuşuq ki, ömrünün axır günlərində də zindanda da şəhadətə yetişdi. Şəxsiyyəti barəsində çoxlu söhbətlər olubdu, alimlər danışıblar. Sizlər eşidibsiz, mən bir neçə məsələyə, o Həzrətin həyatından bir neçə nöqtəyə işarə eləyək və sonra təbərrükən o Həzrətdən bir-iki hədisə işarə eləyər inşallah. Həzrətin ləqəbi ki, adı Musa idi, məşhur ləqəblərindən biri ki, bu günləri biz onu o adla tanıyırıq. Tamam, Kazım əleyhissalam deyirik. Ki, bu ləqəbi Həzrətin çox səbirli olması, öz qəzəbin kontrol eləməyi bacarması və çox qəzəbin udmağına görə bu ləqəbi ona vermişlər ki, Həzrət Kazimul Qeyzdir. Səbirlə rəftar edir hamının qabağında, düşmənlərin qabağında. Ona azar, əziyyət eləyənlərin qabağında hətta Həzrət çox səbirlə və istiqamətlə rəftar elədiyinə görə Həzrətə bu adı vermişlər, bu ləqəbi vermişlər. Ayrı ləqəblərindən biri Həzrətin çoxlu ləqəbləri və adları var ki, hətta Həzrətə qaim ləqəbi də vermişlər. Yəni, bəzilərin əqidəsi bu idi ki, İmam-ı Zamanı ki, axirə zamanda zuhur eləyəcək, İmam Kazım əleyhissalamdır. Həzrətin xüsusiyyətlərindən biri onun ibadəti, onun zahidliyi, dünyaya bağlı olmamağıdır ki, bütün tarix kitabları yazırlar ki, öz zamanəsinin ən abid insanı, ən ibadətkar insanı, ən təqvalı insanı İmam Kazım əleyhissalamıdır. Hətta nə tək şiələr, bizim əhl-i sünnə qardaşların kitabında da o Həzrəti abid və təqvalı bir insan kimi qəbul edirlər. Bir mühəddis kimi ən azı qəbul edirlər ki, düz danışan təqvalı bir insandır ki, onun hədisləri
istifadə olunur, hətta əhl-i-sünnə qardaşların da mənbələrində. O həzrətdən çoxlu nəqillər olunur ki, o həzrət çoxlu ibadət edirdi, gecələrin ibadətlə keçirdirdi. Həzrətin səxavəti, həzrətin əli açıqlığı, ehtiyaclılara olan köməyi məşhurdur. Hətta yazırlar ki, onun vaxtında, öz zamanəsində İmam Kazım əleyhissalamın qızıl kisəsi adı məşhur idi. Həzrət orta hədli vəziyyətin, yəni iqtisadi vəziyyətinin orta hədli olmasına baxmayaraq, həmişə özü ilə küçəyə çıxanda kisələr vardı ki, içində məsələn dirham və dinarlar var idi. Ki, hər kəs ehtiyaclı olan ona müraciət eləsəydi, onlara məsələn o qızıl sikkələrdən, kisələrdən verərdi ki, onların ehtiyacını ödəsin. Hətta o həddə yazırlar ki, hətta düşmənlər belə, onlar ki, Həzrətin əleyhinə bir hilə, kələ eləmək istəyirlər. İmama xəbər verəndə imam onların əvəzinə, o sözlərin əvəzinə həmən adamlara hədiyyə göndərərdi. Ta ki, onların qəlbin ələ alsın və onlara mehribançılıq və ehtiram eləyərdi. Həzrət çox mehriban, çox atifəli, ürəyi yandıran idi. Mən xülasə olaraq bunların hamısına istəyirəm, işarə eləyək. Ki, tarix kitablarında yazırlar, Həzrət öz ailəsinə, həyat yoldaşlarına, evladlarına, əlinin altında olan qulluqçular, işləyənlərinə çox mehribançılıqla rəftar eləyərdi. Onlarla çox mehriban rəftar eləyərdi. Yaxınlarının, ailəsinin, ətrafında olanların problemlərinin, müşkilatının həll olmasına çoxlu səy eləyərdi və başqalarının dərdinə çox yanardı, ürək yanğılıq eləyərdi. Hətta eşitsəydi ki, bir yerdə məsələn kiminsə bir müşkülü var, hətta ona müraciət eləməsə də belə, onun dərdini öz dərdi kimi sayardı, ona ürək yanğılıq eləyərdi, öz qəmi, kədəri bilərdi başqalarının qəm və kədərin. Həzrətin təhsib-i nəfsi, tərbiyəsi, Həzrətin təmizliyi, öz geyim keçiminə, təmizliyinə baxması, silə-i rəhm eləməsi və başqaların, şiələri də bu işlərə dəvət eləməsi bütün tarix kitablarında yazılıbdır ki, Həzrət çox təhsib-i nəfs eləyərdi, öz təmizliyinə, arasəliyinə, nəzafətinə riayət eləyərdi, silə-i rəhm eləyərdi, qohumların axtarardı, onlarla əlaqə saxlayardı və şiələri də bu gözəl xüsusiyyətlərə cəzb eləyərdi, dəvət eləyərdi ki, şiələr də belənçiyinə olsunlar, bu cür olsunlar. Və təbərrükən istəyirəm Həzrətin hədislərindən ki, bizə gəlib çatıbdır, bir-ikisini oxuyaq inşallah ki, bu günlərə də münasibdir ki, bu günləri bir alimin də məclisidir, vəfatının 7-ci günüdür və həm də Həzrəti Zeynəb salamun aleyha ki, İmam Zeynul Abidin əleyhissalam ona ləqəb vermişdi, alimətun qeyru muallimə. O da bir alimədir ki, müəllim görməyibdir. Müəllimi olmayan bir alimə də Həzrəti Zeynəb salamun aleyhadır və bu alim, ruhani qardaşımız da onların yolun gedənlərdəndir. Münasib bildi ki, o Həzrətin hədislərindən ki, elm və alim barəsində buyurubdur, bir-ikisinə işarə eləyək inşallah. Ümumiyyətlə, alim və elmin ehtiramı dində mühüm bir yeri olması hamımıza məlumdur, dəfələrlə eşitmişik, çoxlu ayələr, çoxlu hədislər bu barədə var ki, birinci ayə söhbətimizin əvvəlində ki, tilavət elədi, Allah-u Teala Qur'an-ı Kərimdə
elm və alimin barəsində çoxlu bir neçə yerdə Qurani Kərimdə ayə var ki, məsələn deyir: "Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun." Bilənlərlə bilməyənlər ayə birdir Allah yanında ki, bir deyirlər. Və bu ayə ki, söhbətimizin əvvəlində tilavət elədi. Allah Teala buyurur: "Lakinir rasixuna fil ilm minhum." Amma o kəslər ki, o hidayət olunmuşlardan o kəslər ki, alimdilər, elmdə dərinliyə gediblər, elmin dərinliklərinə baş vurublar. Vəl mu'minuna və o möminlər ki, yu'minuna bima unzilə iləykə, ya Rasulallah, sənə nazil olan kitaba iman gətiriblər və ma unzilə min qablikə, və səndən qabaq nazil olanlara da onlar iman gətiriblər. Vəl muqiminəs salat, və onlar ki, alimdilər, kitablara, Allahın müqəddəs kitablarına iman gətiriblər və əmələn də muqiminəs salat və namaz qılırlar. Vəl mu'tunəz zəkat, və mallarının zəkatını verirlər. Vəl mu'minuna billahi vəl yevmil axir, Allaha imanları var və qiyamət gününə imanları var. Ulaikə sənu'tihim əcrən azimadır. Onlar o kəslərdilər ki, biz onlara o qiyamət günündə onlara böyük, əzəmətli əcr və savab əta eləyəcəyik, onlara verəcəyik. Bu Allah-u Teala'nın yanında elmin və alimin ehtiramı və məqamlarından biridir ki, Qurani Kərimdə Allah-u Teala bizə buyurur ki, onlar ki, elmdə dərinliyə gediblər və bu şeylərə imanları olubdur, biz onların əcri savabın əzəmətli Allah-u Teala yad edilir ki, onların əcri savabı Allah yanında əzəmətlidir. Dində alimin və elmin dəyəri çox-çoxdur. Bir dəfə yadımdadır, bu məclisdə bir neçə şey ki, sayırdıq ki, ibadətdir, neçə şey ibadətdir. O hədisin ortasında vardı, yadıma gəlir ki, ən-nəzəru iləl alim, alimin üzünə baxmaq ibadətdir. Yəni, bir nəfər otura, bir alimin üzünə baxa. Və İmam Kazım əleyhissalam da mübarək hədisində buyurur ki, Əzzimil alimə li-ilmih, alimi əzəmətli sayın, möhtərəm sayın, böyük sayın, li-ilmihi, onun o daşıdığı elminə görə, və də' münaziətəhu, və onunla münaziə eləmək, niza eləmək, cədəl eləmək, elmi məsələlərdən mübahisə eləməkdən də çəkinin. Həzrət alimin ehtiramını istəyir bizlərə başa salsın ki, bir nəfər ki, ömrün elm yolunda sərf eləyibdir, insanların hidayət olunmasında o elmi öyrənib və başqalarına çatdırmaqda zəhmət çəkibdir, ehtiramı var. Həm Allah yanında ehtiramı var və həm bizə də buyururlar ki, siz də onları möhtərəm sayın, ehtiramlı sayın. Dedik ki, o qədər ki, deyir, hətta onların üzünə baxmaq belə ibadətdir. Və deyir, onlarla cədəl eləmək, onlarla yeri gəldi, gəlmədi, hər bir elmi məsələdə mübahisə eləməkdən də çəkinin. Bir növ onları əzəmətli sayın, ehtiramın saxlayın. Bunu bilin ki, bəli, alim ki, bir ömür din yolunda ömrün din öyrənmək, din oxumaq, din tədris eləmək, din yazmaqla keçirdibdir. Mümkündür, bu bir şeylər bilir, bir şeylər başa düşür ki, bizim elə ağlımız ora çatmır da. Biz elə bilirik ki, məsələn, elə hər nəni bilirik. Məsələn, görsən elə adam internet səhifələrindən, məsələn, haradasa bir şey oxuyur, elə bilir ki, da elə hər nə var, budur. Amma alim belə deyir, alim o oxuduğumuzdan əlavə yüzlərlə görürsən kitablar oxuyubdur ki, hələ biz o kitabların adını bəlkə də eşitməmişik. Bu əziz qardaşımız da o insanlardan olubdur ki, elm yolunda
təqribən 20 ildən çox müqəddəs Qum şəhərində yaşayıb, elmi təhsil alıbdı, tədris eləyibdi, tərcümə işləri ilə məşğul olubdu və son neçə illərdə o qısa müddətli kurslar ki var, adətən Rusiyadan qısa müddətli kurslara gedən tələbələrə rus dilində lazım olan dərsləri, tarix, fars dili və bəzi dərsləri orada tədris edirdi. Çalışqan adam idi. Allah-u Teala inşallah qiyamətdə də onu din alimi kimi məşhur eləsin inşallah. O qədər ki biz tanıyırdıq, çox mehriban, sakit, aram, gözəl, əxlaqlı və rahat bir insan idi. Ki dedilər bir xəstəliyə ki mübtəla olmuşdu, gəlib burada müalicə olunmuşdu, təzə qayıtmışmış Quma və orada gecə ilə o xəstəliyi təzədən ona şiddət gətirir, aparırlar balnitsaya və orada dünyadan gedir. Allahdan o qardaşımız üçün də rəhmət diləyirik inşallah. O insanlardandır ki, ömrün elm yolunda sərf elədi, din yolunda sərf eləyib və elhamdülillah ki, elə o din yolunda, elm yolunda da, bu yolda da dünyadan gedibdir. Allah-u Teala bizlərə də axıra qədər din yolunda sabit qədəm olmağı nəsib eləsin inşallah. İmam Kazım əleyhissalam həqiqi elm barəsində də mübarək bir hədisində buyurur ki, həqiqi elm hansıdır? Biz hansı alimlərə alim deyirik? Hansı elmi daşıyanlar alimdilər? İnsanların nəyi elm sayılır? Hər kəs ki, elə hər nə sahədə oxusa, görəsən dində buna alim deyilir ya. İmam Kazım əleyhissalam buyurur ki, vəcəttul ilmən nas fi ərbəin. Mən insanların elmin bu 4 qismdə görürəm. Yəni, həqiqətdə İmam Kazım əleyhissalamın sözündədir. 4 qism elm var ki, insanlara mənfəət verər. Bu insanlar bu yolda əgər bir mərtəbəyə, bir məqama, bir elmi nailiyyətə çatsalar, alimdilər. Əvvəlha ən ta'rifə Rabbəkə. Birinci elmin növü budur ki, insana Allahı müərrif eləyə. Yəni, o elm insana Allahı örgədə. Allah yolun insana göstərə. Allaha insanın mərifətin artıra. Və illa, əgər bir elm ki, insanı Allahdan uzaqlaşdıra, ta o elm həqiqətdə elmdir, zəlalətdir və ya hicabdır insanla Allahın arasında, insanla onun təkamülü arasında. Birinci Həzrət buyurur, elm o elmdir ki, ən ta'rifə Rabbəkə, sənə Allahı tanıtdıra. İnsan bir elmlə məşğul ola ki, o elmin vasitəsi ilə Allahı tanıya, ona mərifəti ola. Və saniyyətu ən ta'rifə ma sənə bikə. İkincisi, elm o elmdir ki, insan bilə ki, ona görə nələr xəlq olunubdur. Allah-u Teala səni bu dünyaya gətirməyə görə və səni bu dünyada baqi saxlamağa görə nələri xəlq edib, nələr yaradıbdır. Səndən əvvəl hansı müqəddimələr olub ki, sən vücuda gəlibsən və sənin bu günləri baqi qalmağa görə nələr var. Yəni, insanın həqiqətdə mərifəti ola bu şeylərə. Ki, Allah-u Teala birinci Allahı tanıya, bu bir növ elmdir. İkincisi budur ki, bilə ki, Allah məni bu dünyaya gətirməyə görə nələr eləyibdir. Hansı müqəddimələr olubdur mənim varlığım bu dünyaya gəlməyə görə. Və nələr Allah mənim burada baqi qalmağıma görə nələri xəlq eləyib, nələr yaradıbdır. Fikirləşsə, indi məsələn də biz öz naqis ağlımızdan çox şeylər var ki, bizdən qabaq Allah-u Teala onları tərtib eləyib, ta ki biz bu dünyaya gələk. Mümkün idi ki, o işlər olmasın, biz bu dünyaya gəlməyək. Və bu dünyaya gələndən sonra da, burada qalmağımıza görə də saysaq, nə qədər Allah-u Teala
öz hikməti ilə nemətləri düzübdür ki, ta ki biz yaşayaq. Məsələn, fərz eləyək adi bir dənə nə iyi, rəngi, dadı, heç nə olmayan bir dənə hava. Allah-u Teala bizdən qabaq xalq eləyib ki, biz bu dünyaya gələndə nəfəs ala bilək. Elə? Fərz eləyək ki, bu hava olmasa bu dünyada. İnsan yaşaya bilməzdi ki, elə dünyaya gələn kimi də dünyadan gedərdi, əgər gələ bilsəydi hələ. Nə bilim, insan üçün lazım olan, nə isti, nə soyuq olan, lazım olan qidadan tutmuş, insanın qorunması üçün o anasının qəlbində olan məhəbbətdən tutmuş və ilaxır və ilaxır. Həm bizdən qabaq və həm bizim bugünkü həyatımızda olan bütün nemətlər ki, insan saymaqla qutarandır. Həzrət buyurur ki, əsl elm budur ki, Allah-u Teala sənə görə nələr xəlq edib, nə yaradıb. Və salisətu ən tə'rifə ma əradə minkə. Üçüncü elmin növü İmam Kazım əleyhissalam buyurur ki, o elmdir ki, sən ki Allahı tanıdın, sənə görə xəlq olunanları tanıdın ki, Allah nələr yaradıb ta sənə görə. Üçüncü elmin növlərindən biri budur ki, biləsən ki, bəs yaxşı bu Allah ki, səni bu dünyaya gətiribdir, səndən nə istəyir? Nəyə görə səni bu dünyaya gətirib? Bir məqsədi var imiş də bu dünyaya gətirməkdən səni. Nə istəyirmiş səndən? Nə iradəsi varmış səni bu dünyaya gətirməkdən? Ma əradə minkə, nə istəyir səndən? Bunu insan axtara, tapa, araşdıra ki, Quran-ı Kərim bizə o yolu asanlaşdırmaq üçün göstərir ki, və ma xalaqtul cinnə vəl insə illə liyabudun və ya liyarifun. Allah-u Teala bizi xəlq edib ki, onu tanıyaq, ona ibadət eləyək, ona bəndəlik eləyək. Allah-u Teala bunu bizdən istəyir birinci növbədə. Ki, mərifətimiz olsun və Allaha bəndəlik eləyək. Bu da bir növ ibadət və rabi'atu ən ta'rifə ma yuxricukə ən dinikə. Və dördüncü elmin növü də İmam Kazım əleyhissalamın sözündə budur ki, xətərləri də insan tanıya. Bilə ki, hansı şeylər insanı dindən xaric eləyər. Hansı əməllər insanı dindən uzaqlaşdırar. Bunları da insan tanıya. Bunlar elmdir İmam Kazım əleyhissalamın buyurduğu mübarək hədisdə bizə. Ki, insanın Allaha mərifəti ola, insanın yaradılışa mərifəti ola, insanın Allahın bizdən nə istədiyinə mərifəti ola və o xətərlər ki, bizi bu yoldan azdırar, sirat-ül müstəqimdən, düz yoldan insanı saptırar, insanı azğınlığa, dindən çıxmağa bais olar, onları da tanıya və onlardan da çəkinə. Elm bunlardır ki, insana mənfəət verər, insanı hidayət eləyər, insanı düz yola aparar. O qədər xətərlər var bizim bu həyatımızda ki, o qədər şeytan və şeytan sifətlər, fitnələr, tələlər və insanı bu yoldan azdırmaq üçün cilvələr qoyublar bu dünyada ki, əgər insan da oradan da bunları tanımasa, bilməsə, yolun azar. Bəzən Allah uzaq eləsin, görürsən adam elə bilər ki, elə Allaha tərəf gedir, Quran ayəsində, elə bilər hidayət olunubdur, amma həqiqətdə zəlalət yolu gedir, yolu azğınlıq yolu gedir. Allah rəhmət eləsin, Ayətullah Dəstəğibin bir kitabı var, İstiazə kitabı, Allaha pənah aparmaq kitabı. Ki, orada sahir şeytanın hilələrin, fitnələrin, kələklərin və deyir ki, insan bunları gərək tanıya, bilə və axırıncı yolu budur ki, insan Allaha sığına. Bu yolda insan acizdir, insan zəifdir. Allaha sığına, Allaha pənah apara. Əuzu billahi minəşşeytanirracim mənası budur da. Deyir ki, biz o qovulmuş şeytandan Pərverdigara sənə tərəf gəlirik və sənə sığınırıq, sənə pənah gətiririk. O düşmən ki var, sən Quran-ı Kərimdə buyurubsan ki, o sizin qatı düşməninizdir, açıq-aşkar düşməninizdir. İlahi Pərverdigara, ondan sənə sığınırıq. İstəyirik sənə bəndə olaq, sənə mərifətimiz olsun. Sənin halal haramlarını yerinə yetirək və
riayət eləyə inşallah. Və Həzrəti Zeynəb salamullah aleyha barəsində də bir iki kəlmə deyib, sözümüzü qutaraq. Mərsi edən də yoxdur elə biləm bu günlər. Bəli, inşallah. Bəs İnşallah biz Həzrət Zeynəb salamullah aleyha barəsində bir cümlə deyək ki, Zağay Əhməddən inşallah istifadə eləyərik. Həzrət Zeynəb salamullah aleyha dedi ki, alimətun qeyri muallimət. Muallim görməyən alimədir. Və ləqəblərindən biri Ummul Məsaibdir. Müsibətlər anasıdır Həzrət Zeynəb salamullah aleyha. Ta İmam Hüseyin əleyhissalamın qiyamına qədər olan Həzrətin həyatından bizə tarixdə çox hadisələr danışılmayıb, deyilməyib, yazılmayıbdır. O qədər ki, məlumdur və eşitmişik. Dillər Həzrət Quran dərsi deyərdi, xanımlara Quran öyrədərdi. Bir nümunə bir xanım idi ibadətində, məxsusən bugünkü gündə bizim müminə xanımlarımıza nümunə olan xanımlardan biri Həzrəti Zeynəb salamullah aleyhadır. İffətində, abır həyasında, istiqamətində, imam şinası, imamın tanıyıb, onun yolun getmək, ona dəstək verməyində, Allaha bəndəliyində, bunların hamısı barəsində ki, əlhəmdülillah, çoxlu eşitmişik. Hətta o qədər Həzrət ibadət eləyərdi ki, bütün müsibətlərə baxmayaraq, o Aşura gecəsində də deyirlər Həzrət, hətta gecə namazını belə tərk eləməmişdi. Oturan yerdə də olsa gecə namazını qılırdı. Amma mən Həzrətin zikri müsibətinə bir xırda istəyirəm işarə eləyəm və Zağay Əhməddən istifadə eləyək. Həzrəti müsibətlər anası adlandırıblar Ummul Məsaib. Həzrət Zeynəb salamullah aleyha ömründə çoxlu müsibətlər görübdü. Da xırda vaxtları idi. Babası Əziz Peyğəmbər salavatullahın dünyadan getməyini görübdü. Ondan sonra anası Həzrəti Zəhra salamullah aleyhanın o müsibətlə olan şəhadətin görübdü. Əmir-əl-Müminin Həzrəti Əli əleyhissalamın zərbətlənmiş başını görübdü. İmam Həsən əleyhissalamın o zəhərdən çat-çat olmuş dodaqların görübdü. Öz balalarının şəhadətini görüb, qardaşlarının şəhadətini görüb və İmam Hüseyin əleyhissalamın o Kərbəla torpağında tikə-tikə doğranmış bədənin görüb, oxlanmış bədənin görüb, kəsilmiş başın görübdü. Həzrət çox müsibətlər çəkib. Ona görə də Həzrətə deyirlər Ummul Məsaib. Və Həzrətin o müsibətlərini oxuyanda həqiqətən bəndənin özünə həmişə çox təsir edir. Həzrət Zeynəb salamullah aleyhanın müsibətlərin zikr eləyəndə. Həzrət Zeynəb salamullah aleyha Aşura günü Kərbalada əsir düşmüşdü, Həzrətə qamçı dəymişdi, xeymələr odlanmışdı, əsirlər qarət olunmuşdu. Həzrət Zeynəb salamullah aleyha o əsarətində gəldi İmam Hüseyin əleyhissalamın mübarək bədəninin üstünə o cürə ki, yazırlar, Həzrət daşları vurdu qırağa, çəkdi qırağa. İmam Hüseyin əleyhissalamın o mübarək bədənin gördü, salam verdi, Peyğəmbərə çağırdı, dedi, Əssalamu aleykə ya Rasulallah, ey Allahın Peyğəmbəri, hada Hüseynükə, bu sənin balan Hüseyndir ki, qanına qəltan olubdur, başı bədənindən ayrılıbdır və onun balaları əsir olubdur. Həzrət Zeynəb salamullah aleyh özü o günləri əsir idi, özünə zərbə dəymişdi, qamçı dəymişdi, balaları şəhid olmuşdu. Və o məşhur sözü Həzrət o günləri dedi ki, qucaqladı İmam Hüseyin əleyhissalamın mübarək bədənin və dedi ki, Allahümmə təqəbbəl minna hazəl qalili minəl qurban. Pərverdigara, bu xırda qurbanı bizdən qəbul eləginən və inqar şair o Həzrətin o günün bu beytlə misraya çəkir ki, şair deyir Həzrətin dili ilə ki, İmam Hüseyin əleyhissalamın inqar elə bil ki, bədəninin qabağında Həzrət Zeynəb salamullah aleyha deyir,
Yaralı, can yaralı, canı ve kurban yaralı.